Alo. Alo. Ha bacı. Gələm. 20 dəqiqəyə gəlib götürürəm də. 100% gələcəm də dedim gələm də. Yaxşı. Şəbəbəb dübəb. Nefsi canım dostum. Neyi? Kişinin başına iş gələr. Bəs Nefti Hazar Çempionlar Liqasında çempion olacaq. Baba. Haçan ki sən? Bir də sənin məşqdəki yoldaşların müəllimin sözünə qulaq asacaqlar. Müəllimin dediklərini eləyəcəklər. Bax onda məhsiz cavan uşaqlar Neftçini qabağa aparacaq. Ha, bütün günü fikrimiz, zikrimiz ancaq futboldur. Dərslərini pis oxuyur. Qiymətləri çox aşağıdır. Bəlkə futbola biraz fasilə verəsən? Əziz, dəyərli, hörmətli, futboldan anlayışı olmayan bacım. Bax gələcək, Azər dünyanın ən yaxşı futbolçusu seçiləcək. Qızıl topa sahib olacaq. Və onda nəinki sən, hətta bizim bütün nəslimiz, qohum əqrəbəmiz mənlə Azərə çox sağ ol deyəcək. Uşağa dəstək olmaq lazımdır. Bura bax, elə eləməklə ki, ayağı buradan bir dəfəlik kəsmə. Azərin üzünə həsrət qalarsan. Bununla da bizim verilişimiz sona çatdı. Sağ olun, salamat qalın. Getdik. Sən heç vaxt ağıllanan deyilsən də. Yaxşı yadıma düşdü. Atasına deyəsən ki, məşqdən özü götürsün. Mən işə getməliyəm. Sağ ol. Ura Bakır, her gün yeni şey, eynidir her şey. Bakır, akşamüstü gel şehirde görüşey. Her gün yeni şey, eynidir her şey. Bakır, imkan vermir bizde değişey. Ura Bakır, Ura Bakır, Ura Bakır, Ura Bakır. Açıldı səhər, mən ayağa durdum bir dəhər. Cibdə 5-10 manat qalıb, bəlkə bugünün məbəsində. Dəyişilməzdir bu əkidə, necə gəlibdi elə də gedə. Sifətdən yağır zəhər, əsəbdə yenə getir hədər. Bu şəhər oyunduza zər ataq, rəng qataq. Dur həyatını rensə sal, rakkatak, şakkatak. Hər şeyi var öz adı, rüşvət deyil şapqadır. Şap elə bilir şuptadır, şup elə bilir şaptadır. Şap elə bilir şuptadır, şup elə bilir şaptadır. Nə şaptadır, nə şupta, yaman taraf durub da. Şap elə bilir şuptadır, şup elə bilir şaptadır. Nə şaptadır, nə şupta, yaman taraf durub da. Bura Bakır, hər gün eyni şey, eynidir hər şey. Sabahın xeyir. Sabahın xeyir. Necəsən, nə var, nə yox? Heç nə, işdə bir iş adamıyla görüşüm var. Deyirlər çox imkanlı şəxsdir. Lap yaxşı, nə məsələdir ki? Nə bilim, təzə yeni ticarət kompleksinin layihəsini təqdim eləyəcəm. Yaxşı təsir bağışlasam 100% bu yay toy eləyəcəm. Sən nə edirsən, necəsən? Heç nə, teatrdayım, kasting keçirdim. Heç nə, bizimkilərlə Gollywood'dakilər kino çəkirlər. Mənə də tapşırıq var ki, bir dənə normal aktyor tapım, Azərbaycandan göndərim Gollywood'a. Belə başa düşdüm, Azərbaycanda kino industriya işıq sürəti ilə inkişaf eləyir. Əli, söhbəti yox. Axşam nə edirsən? Boşluqdur, nə eləməksən? Deyirəm, bəlkə bir gün axşam bir də kosmosa gedək. Dedim axı səni mənim belə şeylərə görə narahat eləmə. Yaxşı da, uzatma günəm. Bəlkə bir dənə deyək axşam kosmosa. Mənə verəndə dedi ki, 2 tüstü vurun bəs eləyəcək. Yox! Saat 5-də həmişəki yerdə, yaxşı? Gecikməyə amma. Gəlməyəcəm. Öpürəm səni. Mən gəlməyəcəm! Sən 100% gələcəksən. Xoş gördük Teymur müəllim. Salam Sevinç. Bugün kastinqə 478 nəfər gəlib. Onlardan 268 oğlandır, 210-u qız. Əməlli başda işimiz var ki bu. Əlbəttə var. Sabah Gollywoodda nümayəndə gəlir. Aktyoru seçmək lazımdır. Vaxtımız çox azdır Teymur müəllim. Teymur müəllim? Bir də mənə bax diqqətlə. Bu boyda müəllim o var. Müəllim bu boyda o var. Bu boyda yox.
Yaxşı, vaxtımız azdır, başlayaq. Getdi. Baş üstə. Bağlanıb gözlərim, donubdur dilim. Ağrıyır ayağım, qulağım, belim. Eşqinə möhtacam mənim sevgilim. Gətir odunu, yandır ocağımı. Bu gecə yuxuda səni görmüşəm. Səni mən yuxuda çox gözləmişəm. Hər tərəf, hər yer yanır, mən tək sönmüşəm. Gətir odunu, yandır ocağımı, yandır ocağımı. Bitdi? Bəli, bitdi. Yaxşı yox, yox. Necə? Belə yanı yox. Bəyən məndən yaxşıları gələcək, hə? Özüm kimi şairi yoxdur bu ölkədə. Qardaş, sənin neçə yaşın var? 28, necə bəyəm? Sən utanmırsan? Necə bəyəm? Sən bu şehrin hara getmək istəyirsən? Əlbəttə ki, Qalibuda. Qalibuda. Adın nə oldu sənin? Nadir. Nadir qardaş, sən bu şehirlə maksimum 96 nömrəli avtobusa minib Biləcəriyə gedə bilərsən. Yaxşı yox. Mən başa düşə bilmirəm. Siz məni niyə təhqir edirsiniz? Ay kişi, mən səni Qalibuda apara bilmərəm. Bu şehir müsabiqəsidir. Bu kinodur, kino. Bu kino ki var, bu çox qəliz bir məsələdir. Həm qəlizdir, həm də ki vacib. Dünyada görünən qədər məşhur aktyor var. Johnny Depp, Leonardo DiCaprio, Al Pacino, Robert De Niro. Onlar şehir demir, onlar aktyordur. Sən onlar kimi aktyor olmaq istəmirsən? Ya, mən şair olmaq istəyirəm. Sən istəmirsən ki səni Fransada, İtaliyada, Almaniyada, İngiltərədə, nəinki bütün Avropa, bütün dünyada tanısınlar? Xeyr. Düz deyirsən. Sən elə tanımasalar yaxşıdır. Bas bayra. Necə? Bayra! Bu ticarət kompleksinin ən böyük üstünlüyü ondan ibarətdir ki, bu kompleks şəhərdən kənarda yerləşir və bu kompleks istiqamətdə gedən yollarda nə tıxac və bir başqa narahatçılıqlar ola bilməz. Bir dəqiqə, üstü. Alo. Salam Eloğlu, salam. Nədəsən Eloğlu? Nağaçsan, nədəsən, neynirsən? Sağ ol, şükür baba, şükür baba. Sağ ol. Biz iştana, mənəm dana, nə qaracam? Arvadı göndərmişəm Dubaya. Məşuqə bir də göndərmişəm rəfiqələri ilə Maldiv adalarında dincəlirlər orada. Sən nə qarsan neynirsən? Özüm də necə deyirlər Bakıda o qayıbuyum, abonda dincəllər be. Hə? Problem? Nə problem hə? 1000 manat? Ayıf da 1000 manat nə vaxtdan mənim üçün problem olub hə? Sən el oğlusan ya, 1000 manat nə problem olub? Hə? Sabah bu vaxtı zəng elə görüşək. Hə? Sabah bu vaxtı bu nömrəyə zəng elə görüşək. Oldu qadın alıb ötürəm. Ki salamat qal oldu. Oldu deyəm. Yıxdala bu. Qaqa, biraz görürəm geyimindən, keçimindən savadlı oğlansan. Çox sağ ol. 9 ad vurmuşsan, belə savadlı oğlan olsun. Çox sağ ol. Qaqa, bir dənə bu danışdığın kompleksdir, tıxacdır, sakinlərdir. Mənim burada xeyrim nədir? Mənim xeyrim nədir burada? Bu kompleksin tikilməsi üçün bizə cəmi 15 milyon ABŞ dolları lazımdır. Və bu kompleksdən bütün Avropanın irəlidə gedən şəhərlərində var. Nəyə görə də bizim sakinlərdə belə bir fürsət olmasın? 15 milyon. 15 milyon. Deyək, ki sənin bu 15 milyon desənə mi? Bəli, 15 milyonu bu kağız üzündə yazdıq. Yazdıq. Elə mi? Bəli. Hamı necə deyərlər razı qaldı, sakinlər də razı qaldı. Sən məni başa düşmürsən, mən razı qalmayım, mənim xeyrim. Əslində siz məni düzgün başa düşmədiniz.
kağızda yazırıq da 15 milyon. Mən bu kompleksi cəmi 2 ilə Avropa standartlarına uyğun 8 milyon ABŞ dollarına tikəcəm. Başım gəldi. Nəyə gülürsən? Mən bilirdim ki, sən gələcəksən. Sən niyə görə belə həyatları seçmirsən özün? Mənə baş sala bilərsən? Necə? O rahat həyatını yaşa da. Gələ elə hər dəfə mütləq cürə-bəcür hadisələr gəlsin başına. Sən məni başa düşə bilməzsən. Həyat çox maraqsızdır. Həyatı maraqsız özün eləyirsən. Həyat özüm maraqsızıyım. Neynirəm ki? Bir də mənə başa sal da. Sən axı bilirsən ki, narkotik heç kəsin ağrını yaxşı eləməyib. Sən belə danışanda mən əsəbimdən patlayıram, Elə danışırsan ki. Gör, mən neynirəm ki? Ot deyil. Hər dəfə boltu çəkəndən sonra bizim başımıza hadisələr gəlir. Nə hadisə? Axırıncı dəfə yadından çıxıb, Nə oldu ki? yadıma sal. Salam Qaqaş. Salam. Qaqaş necəsən? Sağ ol qardaş. Tanıdın bizi? Yox, siz kimsiniz ki? Yadıma gəlir, dünən axşam biz səndən bir qalopka şey götürdük. Yadıma gəldi. Nə oldu? Xoşunuza gəlmədi? Yox, Qaqaş, xoşumuza gəldi, zardır. Usta, dünəndən həyətdən çıxa bilmirik. Kömək eləyə bilərsən çıxaq? Kişi kimidirəm. Sən ən çox əsəbləşdirən nə oldu? Bizim həyətdən çıxa bilməməyimiz, yoxsa həyətdə gizdanpaç oynamağımız? Mən ən çox bütün situasiyalarda sən əsəbləşdirsən, Cemal. Deyirəm bəlkə bir dənə Spoppi. Başa düşmədim. Bəlkə bir nə üstü. Gələndə dedi ki, bomba şeydir. Spoppi. Yox, yox, yox. Dəli. Gəl, tez elə. Hoppa, əcifə işi. Hə, bəsdir. Bəsdir? Mən də bəsdir o. Kütüstü? Mən də küçüsü yaxşıyam da. Özün bilərsən. Bəlkə sənə də bəsdir. Oy, bu nə la? Dima. Dima. Oy. Yaxşısan? 100%. Hey. Hop. Dima. Mən ölmüşəm. Həri, ölmüsən. Bu dəqiqədə o biri dünyaya sərhədi keçirsən. Mənim pasportum yoxdur axı. Hadi git danışma, dur görüm ha, qorxutdun bizi.
axşam bir dənə dostum var, Tony. Ad gündür, bağda eləyir. Gəlib deyib təbrik eləyər. Gedək, bir söz demirəm. Amma biraz tez çıxaq. Çox oturmayaq. Başım xarabdır. Bizə nə qədər qız olacaq orada? Olsun da qızlardan mənə nə? Sən belə danışanda mən əsəbləşirəm də. O nə deməkdir? Cəmaət qıraqdan baxın pis şey başa düşər. Qızlar deyən kimi sən mənə nə? Qıraqdan baxan desin də, mənə onların fikri maraqlı deyil. Mən bir nəfəri sevirəm, başa düşürsən? Amma sev də. Mən səni demirəm ki, sevmə. Amma gör nə qədər ətrafda qızlar var. Biraz onlara da vaxt ayırmaq lazımdır da. Sən bilmirsən sevgi nədir. Ona görə də başa düşmürsən. Mənə çatmır da sizin bu eşq, məhəbbət, sevgi, nə bilim, mənlik də. Acan, Hardasan? Tima ilə anam. Tima ilə? Uf! Yenə Tima ilə, Tima. Nə qədər olar Tima? Ay Fərhad, sən min dəfə demişim, o Tima bizim aramızı vuracaq. Eşidirsən məni? O da bizim aramızı vursa, bilirsən də səni düşürəcəm. Tima da sənə salam deyir. Yaxşı eləyir. Neyinirsiniz? Heç nə oturmuşuq, çay içirik. Sən nə edirsən canım? Mən də evdə oturmuşam. Sənin üçün o qədər çox darıxmışam ki. Can, mən də sənin üçün çox darıxmışam. Onda görüşəcəyik bir gün. Çalışacağam ki, gəlim görüm səni. Sadəcə olaraq Timanın bir dənə dostu var, onun adı günüdür. Tez gedib təbrik edib çıxıb gələcəyik. Qızlar da olacaq orada, hə? Yo, əzizim, nə qızlar, ancaq oğlanlar. Bir də evdəkiləri. Yaxşı balam. Öpürəm səni. Haramla? Yaxşı da yanımda adam var. O adam deyil, o Timadır. Haramla öpürsə məni. Burnundan. Burnumdan? Burnundan. Eşitmirəm. Yaxşı bal, eşidirsən məni? Mən sənə zəng gələndə telefonu götür ha. Yaxşı, sağ ol. Sağ ol. Davay, poka balam. Yaxşı can. Sən ondan qorxursan. Ha, mən ondan qorxmuram, mən onu itirməkdən qorxuram. Bu isə ayrı-ayrı şeylərdir. Ya, sən ondan qorxursan. Onda nəş belə danışsan oyunun danışanda. Ay uçi. Ay uti. Ay muci. Biraz kişi kimi danışdı o. Biz bir-birimizi sevirik. Sən kimilərsə bizə baxıb paxıllıq eləyir. Nə? Paxıllıq? Hə, sənin başın qaçıb ya. Paxıllıq nə? Sənin belə sevgilin yoxdur, mənimsə var. Ona görə də ürəyim partlayır. Aa, heç mənə lazımdadır. Mənə lazımdadır, heç mənə lazımdadır. Mənə lazımdadır, heç mənə lazımdadır. Mənə lazımdadır. Bu bizim hərbi hazırlıq müəllimimiz deyil, Dadaş müəllim. Olsun da. Dur gedək kişi ilə salamlaşaq. Yox, biraz danışmayın uşaq. Dur. Dur gedək salamlaşaq kişi ilə. Yan lan. Oho, görün mən kimləri görəm. Salam Dadaş. Ne var, ne yok? Çox sağ ol. Sən necəsən Dadaş müəllim? Salamatçılıqdır. Abi böyük iki kişi olmuşsa, necə o vaxt da bir yerdeydiniz, indi də bir yerdəsiniz. Halaldır sizə. Zaki, bunlar mənim tələbələrim olub. Hərbi dərsi demişəm məktəbdə ikisinə də. Halal. Özün necəsən, Dadaş müəllim? Yaxşılıqdır. Pensiya çıxmışam, amma hal-hazırda şəxsi işim var. Yavaş-yavaş dolanıram da. Yəni o vaxt məktəbdən kompüterlə oxuyub məktəbə satdığın kimi fırlasan? Sən də dəyişilməmsən ha, Kvenşik. Zarafatlarından da heç qalmırsan. Ha, sən mənə bir ciddi işlə məşğul olursan? Yoxsa yenə də o məktəb vaxtlarındakı kimi qızları yığırsan, nağıl danışırsan onlara? Sən necə? Dolarıq da. Məktəb vaxtı deyirdim, qabağa gedəcəyəm, elə eləyəcəm, belə eləyəcəm. Min şükür, yaxşıdır hər şey Dadaş müəllim. Halaldır, halal. Çox sağ ol ay Dadaş müəllim. Biz gedək. Hara gedirsiniz? Oturun bizimlə. Oturun. Yox, gedək Dadaş müəllim. Gedək Dadaş. Qulaq, sən mənə yaxşı qulaq. Mənim səninlə bir ciddi işim var. Deməli, Bakı şəhərində kimliyindən asılı olmayaraq, kimsə sənin xətrimə deyilsə, problem yaratsa, mənə zəng vurun. Dadaş müəllim 6 sekund oradadır. Bu da ki mənim vizitkam. Çox sağ ol Dadaş müəllim. Can, mütləq zəng eləyəcək. 6 sekund oradayam ha. Yaxşı Dadaş müəllim, biz gedək. Dadaş mənim şalma, dönək, belə şey çıxıb gətirə bilərsən? Apardın, apar. Fikir vermə də Dadaş müəllim. Sağ ol. Fikir vermə. Yaxşı ol. Sağ ol ay Dadaş müəllim. Sağ ol, sağ ol. Sən öldürmüsən özünü. Vacib idi oyna oturub yarım saat belə çənə vurmağımız da bizim orada. Sən özünü adam kimi apara bilmirsən də. Gör neçə ildir kişini görmürük. Baxma da Dadaş müəllimdir də. Dadaş müəllimdir də. Dadaş müəllim davayım bozat deyib ya. Baxma, düş.
Çıkarttı. Benzin vurmaq lazım. Bırak da. Don't stop the music. 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 Go jam, get on up. Tell me, baby, deep down it feels so good. Mən sən deyirdim benzin vurmaq lazımdır. Mən də səni dedim vurarıq da. Sən həmişə belə eləyirsən. Sənə görə başımıza min oyun gəlir. O mən neylədim ya? Necə neynədin? Sən mənim yadıma salmalıydın. Sənsə salmadın, maşında hoppanıb düşürsən. Hoppam düşməkdən sən danışmağa. Görsən maşın sürəsi oynamırdın belə. Mən? Yo, nə? Qaçın ala! Ay, yaxşı, mən ölümdə istəyirəm, ay. Neyini? Neyniyəcək? Zəng elə evakuatora, mən də zəng eləyim taksiyə. Cagottin bir cagotti. Eləmə maşına belə. Sağ ol Tony, sıkma. Sağ ol. Dayanın. Bugün bizim Tony kardeşimizin ad gündür. Hayır. Təbrik edirik onu. Tony qardaşdır. Əli. Tony'dan digər. Tony sağlığına. Bunu da içək Tony'nin sağlığına. Çünki Tony qardaşdır. Siman, bura lap dəlxanadır ki. Əsl bizim yerimizdir. Bunlar ara tələsirlər belə. Ara tələsicəklər. Tony'yi təbrik eləmək. Gələk bizi təbrik eləyək. Nə olmusan? Kitab. Aldığın hədiyyədən tutarsan? Ha, yadda saxla. Əsas hədiyyə deyil. Əsas hədiyyəni necə təqdim eləməkdir. Getdiyini görəcəksən. Tony o gün mübarəcə. Çox fikirləşdim nə hədiyyə edeyim sənə. Qərara gəldim ki, BMW Smörka sənə alım. Bu da sənə açırlar. Üzürlü hesab elə, əlim biraz aşağıdır. Ad gün mübarək. Keç, amma oradadır. Salam Tony. Açığı çox fikirləşdim. Bilmirdim sənə nə hədiyyə alım. Amma axırda qərara gəldim ki, sənə 3 otaqlı, şəhərin mərkəzində bir dənə gözəl təmirli ev hədiyyə edeyim. Buyur Tony, ad gün mübarək. Çox sağ ol, keç. Xoş gəlmişsin. Mənim əziz, dəyərli və ən çox sevdiyim dostum Tony, sənin bugünkü günündə, möhtəşəm günündə, sənin ad günündə mən sənə kitab hədiyyə edirəm. Kitab! 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 Kitap. Ay, yaxşı da. Kitab. Özü elə al da. Tanış ol, Faik. Tony, Böyük oğlan olasan, təbrik edirəm. çox sağ ol. Özünü öz evindəki kimi hiss elə, qaqaş. Mənlidir. Çox sağ ol Tony. Harda sizə bir yağdan? Gəlin çıxın da, millətə bax. Amma maşınımız xərab oldu yolda. Mən də biraz qırışdıq bu ilə. Axırda taksi zakaz eləyib taksi ilə gəldik, çıxdıq. Zəng eləyərdiniz, uşaqlardan birini göndərərdim də, gəlib götürərdilər sizi. Kimi? Baxa! Baxa! Ağaç! Vay. Hiçlə. Eldəniz. 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 Ay qaqaş. Vay. Bu dəli qavmimizin qardaşı deyil. Həri.
Burada ümumiyyətlə ayıq adam var. Burada ümumiyyətlə normal adam yoxdur. Uşaqlar, istirahət edin. Mən də gəlin baxım evə. Birdən kimsə nəsə aparıb eləyər evdən. Ha, DJ, Fərri başlı mahnı qoydu, hala. Oo, həri. Gəl, ara aparsan da. Gəl, görəcəksən. Of. Ara aparsan. Ha, gəl görəcəksən də, hə? Ara aparsan da məni. İnansan, qızları özünlə belə yer aparanda mənə bu qədər sual vermirlər, Qızlardan fərqli olaraq mən bilmirəm sənin fikrin nədir. Ha, ayıb da, ağzıma gələni danışma. Get içəri. Ola keçdi, hə? Bu əsər bilirsən kimin əsəridir? Bu əsər dahi Picasso'nun əsəri deyil. Bilirsiniz qiyməti neçədir? Yarım milyon Amerika dolları. Görəsən originaldır bu. Hə, əlbəttə. Baxan kimi bilinir ki, qədim əsərdir. Cima nə edirsən? Heç nə, indi klon paltarı giyinəcəm, düşəcəm aşağı, başlayacağam cəmaata şou göstərdi. Gec-gec suallar vermə, görmürsən çəkmək istəyirəm. Cima bəs də olmadı ki. Nə qədər olar? 2 tüstü. Yox Cima, çəkmək istəmirəm. Bir də aşağı bax. Orada ayıq adam yoxdur. Onlarla dil tapmaq üçün biz mütləq çəkməliyik. Başqa variant yoxdur. Cima, mən hiss edirəm ki, biz onu çəksək, yenə də başımıza təzə bir oyun gələcək. Rahat ol da, istirahət elə də. Mən sənə söz verirəm ki, bu gecə sən ən unudulmaz gecələrindən biri olacaq. Saber que algunas personas quieren el daño. Subir peldaño toma tiempo, toma años. Con mi peluche mirando lo cotidiano, dibujos transformaban el invierno en gran verano. Papá me regaló bajo mi insistencia un juego que trataba de compartir la solvencia, pero en el patio hicieron la competencia. Fue cuando sentí mi primera impotencia. 1970 y 1970 y 1970. 1977, no me diga no, que no lo presiento. Todo lo que cambia lo hará diferente en el año que nació la sepia. 1977, no me diga no, que no lo presiento. Todo lo que cambia lo hará diferente en el año que nació la sepia. Nə oldu baba sənə? Gəl bura. Əvə yaxşıdır Cima. Nə? Yaxçı deyilsən? Gəl bura. Uzanmaq istəyirəm. Uzanmaq istəyirsən? Su istəyirəm. Dayan. Su. Dayan. Su. Sənin doğrudan bayrağın yox deyə. Əcəb otaqdır o. Bomba otaqdır. 100% Tony'nin otağıdır. Allah bilir Tony bu otaqda nə oyunlardan çıxır. Su. O bəsdir da. Gəl gedək bayrağa. İstirahət eləyək. Gör nə qədər qız var aşağıda. Su. Gözlə gətirəm indi. Mən səni eşitmək istəmirəm. Mənə qulaq as. Hə, yaxşı, mən səni eşidirəm. Biz sadəcə dostuz, sadəcə danışırdıq. İndi sən mənə qulaq as. Nə mənə yazırsan, nə mənə zəng eləyirsən. Bizim aramızda hər şey bitdi, yoxdur. Seva, belə ol. Seva, yalvarıram sənə, bir dəqiqə gözlə. Sən mənə düzgün başa düşmədin. Mən səni başa düşmədim, yoxsa sən məni başa düşmədin. Seva, axı mən səni sevirəm. Sevirsən? Get, çim.
Necəsən canım? Sağ ol. Çoxdan da heç məni verilişlərə dəvət eləmirsən. Əvvəllər kinolara çəkərdin. Nə oldu? Unuttun məni? Sadəcə olaraq bir balaca baş qarışıqdı. Kino çəkirəm. Nə kinosu da Tima? Bizimkilərlə xaricilərin birgə istehsalı olan bir filmdir. Kstati, istəyirsən sənə də çəkim o kinoya? Əlbəttə istəyirəm. Problem yoxdur. Rejissoru kimdir Tima? Bir şey. Rejissor dostumdur. Kstati, buradadır bağda. İkinci mərtəbədə Tony'nin otağında. İstəyirsən, qalx, tanış ol. Castingi keç. Bəlkə bəyəndi səni, amma bir balaca halı pisdir, yorğundur. Biraz tərpətsən onu, castingdən keçərsən. Problem yoxdur. Amma Tima, mənim yanımda 2 dənə qız var. 2 dənə də qız var. Lap yaxşı. Bəlkə elə o 2 dənə qız da səninlə bir yerdə həmin kinoya çəkildi. Bugün də castingi keçmə söz. Mən sizin xəcalətimizdən o birisi castingdə çıxaram. Amma müğayət olun. Narahat olma. Mən ona əsl kinonu göstərərəm. Tərpən. Əzizəm, bırak. Bunu da içək. Valideynlərin sağlığına. Hani? O valideynlərin ki, bizi bana başa çatdırıblar ki, biz 2 qardaş, 2 cancıgər, 2 dost, burada sənlə vıra. Hani? Kardeşim, azın ne oldu senin? Eldeniz. Hani? Eldeniz. Sana bir tane sualım var ama ben düzgün cevap ver. Ben çok pis şimdi ya. Hani? Şov başladı. Oğlum eləməyin də, eləməyin də, mən axı inşallah ya. Ne olar eləməyin də, əl vurmayın mənə, ne olar. Ürək mənim toyumdur. Toyundu. İndi növbə sənindir. Ay! Sən öpməliydin, şillə vurmamalıydın. Bağışla, mən oyun qaydalarını bilmirdim. Bir yol bu dəfə bağışlayıram sənə. Tima, Nə elə? ən çox sevdiyim qız adıdır. Necə də yalan danışırsan. İndi yəqin başlayarsan. Sənin gözlərin çox gözəldir. Mən onları görəndə başımı itirdim. Ya da ki, mən səni görəndə başa düşdüm ki, sən olsan. Hı?
Belə salamatçılıqdır. Nə qədər qız aldatmısan indiyə kimi həyatında, amma düzündə. Çox. Nə qədər çox? Lap çox. Lap çox. Lap çox. Üzün də var məndən bu barədə danışmağa. Əsas odur sən yalan danışmıram. İnanmağım gəlmir. Nə əcəb görəsən belə gözəl, qəşəng bir qız. Amma yanında eybəcər, gömbul bir oğlan yoxdur. Hı? Nə əcəb? İstədiyim oğlan boks üzrə dünya çempionatına hazırlaşır. Hal-hazırda məşqlərdədir. Həm də kimdir məni narahat edən? Biləndən sonra ki, mənim sevgilim boksçudur. Yəqin dediklərin zarafatdır. Səssiz. İnansan sən bir bu xəbəri deyəndə ruhum bədənimi tərk elədi, yarı yoldan qayıtdı. Əslində mənə elə belə münasibət üçün oğlan lazım deyil. Mənim bəziləri kimi boş-boş silənməyə vaxtım yoxdur. Mənə elə oğlan lazımdır ki, mən bilim, mənə görə ölümə də gedərəm. Bu Türk serialları, Amerikan filmləri, cəmaatın lap başını xərab eləyib. Oğlan sənə görə öldüsə dayı nə oldu? Hı? Mən bilsəm ki, o məni doğrudan sevir, mənə görə ölümə də gedər, mən onu yenidən bu dünyaya qaytararam. Sənin başın qaçıb. Baxım sənin gözlərə. 100% nəsə çəkmirsən. Ay yox, sən Zirəddin Rızayevin qohumusan, 100%. Bəs də boş-boş danışma. Deyəm, bəlkə gerək həyətə biz gəzişək. Hı? Olar. Görəsən mənim ağıllı balam hardadır? Sən gəleyim ona. Telefon. Yəqin elə nişanlımdır. Cavab vermə. Alo, kimdir? Həkimdir. Nə həkimi? Can həkimi. Az, eşidirsən? Telefonu yəsinə ver. Sən nənəm, ay qız. Telefonu ver, Farika. Bu nömrəyə zəng çatmır. Telefon söndürülür. Ya əhatə dərəsindədir. Şu kız kim? Hangisi? Şu ortada dans eden, sarı elbiseli. Hanımlar ve canablar, hal-hazırda siz mənim bağımı bərbad hala salmışsınız. Bu heç də yaxşı hal deyil. Sizə 30, yox, 60 saniyə vaxt verirəm. Bu bağı tərk etməyə. Əgər 60 saniyədən sonra sizlərdən bir nəfərini mən bu bağda görsəm, onu tutub kulağını kesip itlere yem edeceğim. Mən elə gəlir ki, hamına her şey aydın oldu. Vaxt getdi. Viskini koy yerine, viskini koy yerine. Tony. Ne olur? Ne IQ'du, ne panikadı? Aa, atam geldi. Tanışırıq. Sen istəyirsən qal, sən gələrsən. Mən gedirəm ofisə. Əvəzini yoxla, sən də gəl ora. Bəlkə ora gedək. Ora? Hamının yanına. Nə var o deyim? Dəlixana deyə ora. Elə bil ki, 1 saat əvvəl sən dedin, orada ortalıqdan çıxmayan. Bir saat bundan əvvəl mənim həyatımda sən yox idin. Lima!
Timo. Timo. Qaçmaq lazımdır Timo. Niyə, nə olur? Oo, yaxşısan. Pamada, zat. Yox, qaqaş, görürəm pis yaşamırsan. Toyun atası itlərlə gəlir. İtlərlə? Hər, itlərlə gəlir. Amma mən tək deyiləm, qızlanam. Tanış ol. Nailə. O? Nailə. Nailə. Məcnun. Nailə. Eşidirsən məni? Sən deyəsən məni düz başa düşmədin. Toyun atası itlərlə gəlib. Hamı qaçıb. Nailə. Bir dənə biz qalmışıq. Qız da yəqin qaçıb. Eşidirsən məni? Mən qızsız, heç yana gedən deyiləm. Mən getdim. Gəlirsən gəl, gəlmirsən gəlmə. Nailə. Ay Nailə. Ay gözlə. Hayır. Boz. Bəlkələ. Sizin oğlunuz uşaqlara qoşulub qaçıb. Necə yəni qaçıb? Hara qaçıb? Bütün yerimi de şiyahtadın. Kələ, getdin! Boz. Bəlkələ. Həmişə gizləndiyi yerlərə də baxmışıq. Odur, yoxdur. Maraqlıdır. Görəsən bu Tony məndən niyə qaçır axı? Boz. Çünki Tony bilir ki, siz onu tutsaz, qulaqlarını kəsib itlərə yem eləyəcəksiniz. Bax, bunu mən bilmirdim. Boz. Bir də ki, sizin həyətinizdəki itlər bir dənə qız tutublar. Gittin kızı getirdin geldin. Kaç kere? Boz. Her kere. Vicdanda başka problem olduğunu demeliyim size. Tony 100% biləcək də qız kimdir, onun bağındayıq da. Tony! Necəsən? Haradasan? Məzələnmə. Sənstəyəm, sənstə. Bizim bağda mən bir dənə qızla tanış oldum. Yadıma gəlir, orada baxışırdıq oyuna. Eşitmirəm heç nə. Amma çox qəşəng qız idi. Mən getdim, onu dalıcan. Eşitmirəm. Ama onu tapmalıyım, başa düşürsən? Bağda kim var idi, hamı buradadır. Gələm ora. Eşitirsən məni? Bizdə maşın yoxdur, o. O an sən maşınla birini götürək. Lütfen maşın götürün, mənliydi. Öpürəm. Getdik. Ara. Ara. Sens kluba. Orada ne var? Ama bir yer bağda kim var idi, hamı oradadır. Tony, değil mi, hamı? Belə tez, Timo. Böyle tez döndü ki, sen necədir söhbət? Hamı Tony'nin atasından qorxur. Tony'nin atası mafya başçısıdır. Deyilənə görə Tony'nin atası bir neçə dəfə Tony'nin dostlarını tutub onların qulağını kəsib itlərə yem eləyib. Və bu informasiyanı sən mənə indi verirsən? Sən başa düşürsən ki, mən bu informasiyanı sənə qabaqcadan desəydim, sən mənimlə bağa gəlməyəcəkdin. Getdik. Gələksən skulda. Mənim Yaponiyadan aldığım qədim suvenir. Və auksyondan yarım milyona aldığım Picasso'nun şəkili. Gələ! Diqqətlə mənə qulaq as. Gedirsən. Onları tapırsan.
maşını oturdurub gəlirsən. Yoxsa qulağın divarda asılacaq. Eşitdin? Get. Tez və sakit. Get. Baş üstə. Get. Boz. Get. Sakit. Get gələ. Uç gələ. Uç gələ. Picasso. Timam, birdən maşın Tony'nin atasına nə oldu? Ha, olsun da. Toyun atası maşın söhbəti eləmə. Həss alıram tarix əsərlərlə. Boz. Gələ, sən də buradasan. Həmin oğlanlar sizin qarajınızdakı maşınlardan birini götürüb qaçıblar. Maşın problem deyil. De ki, problemimiz maşın olsun, gələ. Onlar mənə tarixi olan əsəri və Picassoya görə lazımdır. Mən heç vaxt maşın söhbət eləməmişəm, gələ. Heç vaxt. Get, gətir, gəl, gedə bilərsən. Boz. Amma onlar sizin ən xoşunuza gələn maşını qaçırdıblar. Kabriolet. Ən xoşuma gələn maşın kabriolet. Gələ! Tez, onları tapıb gətirirsən bura. Tez, sakit. Gətirib gəlirsən bura. Getdin! It's everywhere I look, from Las Vegas to right here, under your dresser, right by your ear. It's creeping in sweetly, it's definitely here. There's nothing more deadly than a slow-growing fear. Life was full and fruitful and you could take a real bite. The juice pouring well over your skin's delight. But the shadow it grows and takes the depth away, leaving broken down pieces to this priceless ballet. The shallower it grows, the shallower it grows, the fainter we go into the fade-out line. The shallower it grows, the shallower it grows, the fainter we go into the deeper down. Axşamın xeyir xalam oğlu. Axşamın xeyir. Mənim xalam oğlunun gecənab aləmində keyfi. Salamatçılıqdır. Qardaş, mənim adım Dəyanət Didanko deyirlər. Özüm də 25 ilə yaxın Sovetskidə yaşamışam. Sonra gəldilər, sökdülər, uçurtdular, dağıtdılar, bizi də köçürtdülər, qıraq elədilər. Bir yağlarım da gələndə sumkamı, kaşlokmu, telefonumu, sigaretimi, pılımı, hər şeyimi oğradılar. Avtobusda? Həri, avtobusda. Səndə sultan 20 köpük yoxdur Sumqayıtı gedin. Qardaş, yalan olmasın, mən sənin şəhərdə 20-30 dəfə görmüşəm. Hər dəfə də mən səni görəndə sənə 20 qəpik verirəm. Məndən başqa da əhalinin yarısı hər dəfə görəndə sənə 20 qəpik verir. Qardaş, sən bu 20 qəpikləri çoxdan yığsaydın, özünlə bomba maşını almışdın. Gələ biraz, öpürəm. Sağ ol, xalam oğlu.
Sən getmirsən mənimlə? Yox, mən səninlə gedirəm. Niyə? Çünki hər dəfə mən səninlə harasa gedəndə bizim başımıza 1000 dənə oyun gəlir. Bezmişəm, mən gedirəm evə. Gəl belə eləyək də. Axırıncı dəfə gəlsən mənimlə, kömək eləyirsən qızı tapmağa. Qızı tapırıq, mən qızı götürürəm, gəlirəm öz işimlə məşğul olmağa. Sən də maşını götürsən, gəlsən şəllənməyə. Söz? 100%. Gəl. Gəl də, gəl. Yo, it's been a minute since we expressed ourselves. It takes a lot of courage to say this, but I see sounds. You and your girls are going out tonight. Y'all been planning this all week, right? You got something boys can't deny. Here's a hint. It's like apple pie. Cut you open and you're just wired. You ain't tired, you wanna cause a riot. Who can say no to you? Wait till they get a load of you. $100 bills, look at 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 you. Bomba kimi! Gözlə bir Tony'ye zəng edeyim. Ne oldu? Eşitme diyesen. Burada Tony'yi tapma problem oldu. Bence Tony'yi tapma problem olmayacak. O da bak problem oldu. $100 bills, look at you. $100 bills, look at you. Tony, vəziyyət necədir? Bomba kimi. Tony. Fərhad. Tony, Fərhad. Ayıb da. Tony, bir bağda tanış olmusunuz. Doğrudan Tony, sən atom bağda niyə belə elədin? Duxun var, gel atama verdi o sualı. Sən oğlusan da, ona görə səndən soruş. Mən onu oğlu ola onunla söhbət eləyə bilmirəm. Nəşə nə ay Tony? Oyla danışanda adamı vahimə basır. Hər dəfə şalvarıma batıram. Belə olmaz axı. Mənim 26 yaşım var. 26 yaşlı oğula belə bir şey yaraşmaz axı. 26 yaşlı oğlana qaçmaq yaraşır səncə? Timad, sən axı özün bilirsən mənim atam kim olub. Mən yaxşı bilirəm sən aton kim olub. Əsas o indi aton kimdir? Nə bilməyim, bax da bura dönəyinsən. Klub, diskoteka, nə bilim, bağ. Bu söhbətlər bezdirir bir oca kişini. Bırax getsin bunları. Otur kişi ilə söhbət elə, məsləhətləş. Yaşadı həyatında, nə də olmasa atomdur. Atamdır? Axırıncı dəfə mənə söz verdi ki, mənə tutsa. Qulaqlarımı kəsib itlərə yem eləyəcək. Mən isə bu qulaqlarımı çox sevirəm. Mən bu qulaqlarımdan mahnıya qulaq asıram, mahnıya. Bu qulaqlarım olmasa mən daha heç də niyə yaşayıram? Bax da Tony, özün bilən məsləhətdir. Sən nə olmuşdu bayaqdan? Telefonumu tap-batarab partladırsan. Nə olmuşdu? Nə qız, nə bir şey, nə başa düşmürdüm sən. Bir yaxşı bağda olanda, dən qızla tanış oldum. Çox xoş. Atom gəldi, bizi təmtəraqlı şəkildə yola saldı. Çıxdıq, getdik. Dağıcanında da qızı bitirdim, qız yoxa çıxdı. Variant yoxdur, qızı tapmalıyam Tony. Adı nə idi bəs? Nailə. Nailə. Bəlkə Namiq? Yox, Ağa Mirzə. Nailə. Eşidirsən mən? O qızlardan deyil də. Sən başa düşdüyün o qızlardan. Yaxşı qızdır. Çox yaxşı qızdır, başa düşürsən. Nə oldu ala? Heç bir saat olmadım bağda. Bir saatın içində başa düşdün ki, qız onlardan deyirdi. Yaxçı qız idi, belə deyirdi. Necə olur bu? Amma belə olur. Mənə 5 dəqiqə də bəs eləyir ki, mən qızla söhbət edeyim, başa düşüm qız yaxçı qızdır yoxsa yox. Vurulub eləyərsən bir də xəbərimiz olmaz. Eşqdir mehrabı uca göylərin, eşqsiz ey dünya, nədir dəyəri? Heç. Belə ciddi olaq, ağır aparaq özümüzü. Yəni 26 yaşlı oğlan, səni göndərəcəm olimpiyadaya, qaçacaqsan.
Sən də bir kəlmə deyirsən, sonra soxub gəlirsən. Dayan da 5 dəqiqədə. Variant yoxdur Tony. O bizi tapmaq lazım. Yerin altından da olsa sən onu tapmalısan. O yaxşı, narahat olma. Mən neydi? Mən neydi? Getdin. Tez elə də, burada biz ölməyək daha. İşidirsən? Biz nə edəyik? Biz də gedək axtaraq. Yox, nəyə gəlib baxlar? Tony gəlib tapacaqdı onu. Yerin altından da olsa onu tapacaq. Onda elə belə oturaq burada gözləyək. Elə belə niyə? Bobby. Yox. Nə yox? Bobby. Çünki hər dəfə biz o Poppy'ni çəkəndə bizim başımıza 1000 dənə oyun gəlir. Olsa, dəyməz. Işık durun, eşit. Hep kimse çekil. Kimse çekil. Kimse çekil. Kimse çekil. Kimse çekil. Teyide bakarken kim çekil. Boz. Həmin uşaqları gətirmişəm. Gəl. Hoş gördük. Buyurun. Geçin, əyləşin. Rahat hissetmiyorsunuz. Dayılar söz bitmə. Sizi böyle neye göre böyle təmtəravi şekilde getirmişsiniz, ha? Dayday, biz Tony'nin dostlarıyıq, özgə adam deyirik. Özgə adam değilsiniz. Onu da bana deyin görün. Benim Yaponi'ne getirdiğim suverini kıranda dahi Picasso'nun eserini körləyəndə özgəsi deyiliniz. Hayır, sen diyorsun bizi kimlerse səhv salırsan. Biz həminki uşaqlar deyilik, sen yəqin bizi başqaları ilə səhv salmısan, 100%. Ben özüm misal üçün incəsənət adamıyam. Mən də gənc meymaram. Bizlik deyil, hayır. Sen ihtiyar balaca. Dayday, bırak gedək də bizdə. Bizlik deyil, biz belə uşaqlar deyilik. Başa düşmürsən, nəsə? Bizim belə şeylərlə aramız yoxdur. Biz heç kimi pisliyə heç vaxt eləməmişik. Düzdürmü ama? Düz deyir, dayday düz deyir. Nə danışsan, nəsə? Biz gedək, sən səhv salmısan biz. Mən gedim, daha getdik. Ya, sağ ol dayday, yaxşı. Sağ ol dayday, biz getdik. Benim icazım burada. Buradan hiç kim çıkabilmez.
üstünə? Ha, mən hərdən bilmiyim o Picasso'nun əsəridir. Otumu çiğnəmişdin. Sən xəstəsən. Stop! Uşaqlar, problemi həll etmək lazımdır. Sən bizə dinlə nə qədər pul eləyir bu? Biz dost tanışdan, qohum əqrəbədən atışıb, sən pulu verib bağlayaq da bu söhbəti, hə? Necə baxırsan? Pul? Pul. 3, 5 və yaxud da ki 10 Min? milyon. Milyon. Milyon, hə? Aa, mən milyonu sən harada axırızda görmüşəm. Kaspik kinosuna baxmısan, orada axırda pullar tökülüyor göydən. Bax, orada görmüşəm pul. Nə milyon, ha kişi, nə milyon, nə danışırsan sən? Mən heç milyonu yaxından görməmişəm, İstəyirsən, ona bu qulaqlarımı kəs, itlərə yemələ. İstəyirsən, mənim burnumu kəs, bir dənə belə duzqabı elə evdə istifadə elə. İstəyirsən, öldür məni. Fərqi yoxdur, qardaş, pul yoxdur. Milyon nədir ha? Milyon yazdır. Milyonun var mı verməyə? Məndə yoxdur, öldür məni. Gedə bilərsiniz. Yüz faiz. Gedə bilərsiniz. Bax, belə gedə bilərik. Bəli, multfilm. Gedə bilərsiniz. Sağ ol dayı. Mən bilirdim sən belə yaxşı mafiyozyorsan. Sağ ol dayı. Oy! Hey! Heç nə olmaz. Sizin yerinizə borcunuzu dostunuz bağlayar. Nə? Dayda, diyan da dayda. Bəsdir. Mındaçılıq eləmə. Eşidirsən məni? Gəl belə eləyək də. Dostlarımızı qatmayaq bu söhbətə. Mən biləm sən kim deyirsən, Tonyin deyirsən, öz oğlunu. Gəl onu qatmayaq bu söhbətə. Olar? Kələ! Eşidirəm. Boş. Gətir. Başqa. Boş. Ay Nailə. Uşaqlar, sizin pulunuz lazım deyil, gedə bilərsiniz. Lazım Belə deyil. eləyirəm. Eşidirsən mən? Gəl, qızı buraxaq. Ne işin var bizlə? Söhbəti bizlə elə. Olar? Bizlə deyəndə ki, həm də bizimlə. Alınmayacaq. Ona görə ki, siz Yaponiyadan gətirən suveniri zibil eləmişsiniz. Dahi Picasso'nun əsərinin Dayda bildiyi də bu anlamsında. Gəl uzatmayaq. Geç mətləbə. Siz mənə 2 ziyan vurdunuz. Sizə 2 tapşırıq var. Əgər yerinə yetirsəniz, buradan çıxıb evinizə sağ-salamat gedirsiniz. Yox, əgər razılaşmasaz, yerinə yetirməsəz, o gözəl qız səhər tikə-tikə edib itlərə verəcəm. Eşidirsən mən dayday. Gəl bura. Yaxın gəl. Əgər Nailənin başından bir dənə tük əskik olsa, şəxsən mən özüm səni tikə-tikə doğrayıb, sən bu kələmvə yem eləyəcəm, bildin mi? Sıçdın? Heç kəsə heç nə eləməyəcək. Dayı, ver tapşırığı, çıxar gedək işimizi görək. Yaxşı. Bu yaxınlarda bir ağsaqqalın evində qonaq oldum. Ağsaqqal, bir qiymətdə razılaşaq. Nə deyirsə bacıoğlu? Sənin bu ərazin mənə çox vacibdir. Bu evi söküb yerində böyük istirahət kompleksi tikəcəm. VIP otaqda sənin üçün addellə. Lazım deyil, sənin pulun mənə bildin. Başına dəysin, bağışla. Keçər başına. Bu nə də qoymursunuz, evimizdə rahat oturaq. Biri gəlir, biri gedir, biri gəlir, biri gedir. Evini sat mənə. Göy, mən bunlarla müqavilə bağlamışam ki. Qocalandan sonra gəlin, evimi sökün. Mən də gedim, çamadanlarımı götürüm, veşküşümü götürüm. Az yerdə əjdahanın yanında dayanım. Sakitləş.
Sakitləş. Gəl eləyə, tərsi eləmə. Eləmə tərslik. Kupça oradadır. Nə? Evin kupçası. Kupça? Sen deməli kupçalar. Gel bura. Gel gedeyim bacıoğlu, beri gel. Beri gel. Müəllimlər. Bu saat kupçanı gel. Al bak, bu da kupça. Bildin? Ha, sen bunu aparmak istiyorsan ha? Bir dakika. Bak böyle. Kupça istiyorsan. Bak gel o kupça. Bildin? Şimdi oğul isteyen bu haçarı menden oğurlayıp aparabilirsin ha? Sen gelmirsən bizlə? Yok. Ha. Köpek! Köpek! Yesin!
Ne gülü sana? Sür getdin ha? Ama ben necə oturum? Ay 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 ay. Bək deyildi. Bək deyildi sözdür. Gözüm ağa sana. Kupçağını kupçağını. Ayda. Ay Nailə. Ay Nailə. Hadi yandan gel yapar mısın ya? Gəl kupçanı. Gedər. Doğrudan. Oradan. Kələ! Kələ! Götür kızı kes ora. İkinci hedef kişi değil. Kişi değil. Kadındı. Ha. Cavan oğlanlar çok sever. Hatta onlar apar evine. Səhərə kadar eğlendirir. Şəkil çekmeyi de çok sever. Şantajı sevir, hem de hoşluyor. Dünən mənə zəng eləmişdi. Qolaq as mənə. Keçəl. Məndə sənin şəkillərin var. Əgər sən mənə 100.000 manat verməsən, mən sənin şəkillərini Facebook'a və Instagram'a qoyacağam. Yaxşı. Sən qorxmursan ki, mən səni öldürərəm, hə? Sən məni? Ты, кажется, меня плохо знаешь. Я очень опасная женщина. Жду деньги, Keçəl. Gedirsiniz. Şəkil gətirib gəlirsiniz. Dayday. Lüt şəkillərdir. Ağılva gələni danışma. Gedirsən. Şəkli gətirirsən. Qızı aparıb gedirsən evimdən. Yox, getmirsən. Rədd olub gedirsən. Ağıllı ol ha. Ancaq şəkillər dayday. Ancaq şəkillər. Dayday, bayaqki yatmışdı, problem olmadı. Bu səfərki yatmasa necə olacaq? Problem deyil. Mən onun başını qatıram. Sən cigib şəkilləri götürüb qaçırsan. Necə qaçacaqsan ən başına? Görmürsən nə deyir? Təhlükəli qadındır. Əsas odur ki, cavan oğlanları çox sevir. Xoşum gəldi səndən, xoşum gəldi. Yaxşı, uşaqlar, vaxt itirməyin. Gedin.
Salam. Mən özümə cavan oğlan sifariş etmək istəyirəm. Polis? Maraqsızdır. Həkim? Yox, maraqsızdır. Pajarlı? Yox, o da maraqsızdır. Özünüz kimi məsləhət görürsüz, onu göndərin. Sağ olun. Так быстро? Xanım, pizza sifariş eləmişdiniz? Ay. Baxım sənə. Ay! Ay! Xanım, pizza soğuyur Dadına bax. Dadına baxın. Non, rien de rien. Non, je ne regrette rien. Ni le bien qu'on m'a fait, ni le mal, tout ça m'est bien égal. Non, rien de rien. Non, je ne regrette rien. C'est payé, balayé, oublié. Je me fous du passé. Avec mes souvenirs, j'ai allumé le feu. Mes chagrins, mes plaisirs, je n'ai plus besoin de balayer les hommes avec leur trémolo, balayer pour toujours. Je repars à zéro. Non, rien de rien. Non, je ne regrette rien, ni le bien qu'on m'a fait, ni le mal, tout ça m'est bien égal. Non, rien de rien. Non, je ne regrette rien, car ma vie, car mes jours aujourd'hui. Ça commence avec toi. Biz bundan korkurduk bir yerden. Daydan lop yola. Bas. 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 Bas, bas. Bas. Hele, o şekiller sende kalsın. Bende kalsın itecek. Eşidirsən mə? Şəkilləri götürdük, aparırıq, veririk, qızı götürürük, çıxırıq evimizə, eşiyimizə. Bu gecə də belə qutardı. Puf! Mənim nəsə gözüm su içməyə bu işdən Faik. Ya, Cima. Mənə elə gəl ki, biz hələ bir şəkillər görmüşük ki, bu bizi hələ belə boş buraxmayacaq. Sən inansan ki, biz bu şəkillərdən sonra buraxsan. Mən də elə heç inanmam. Gələ! Ay gələ! Taxla! Taxla maşını gələ! Ya. Boş deyil ki, saxlamaq olmaz.
Gələ ölürəm mən, ayaq yolunu istəyirəm, başa düşürsən? Ha dedim olmaz da boss dedi ki saklama. Boss dedi ki saklama, bəs boss demədi ki mən neyniyim burada, hə? Ha, Nə deyirsən? Ay, a, mənim ağzımı əyimə. yaxşı, Boss dedi ki olmaz, deməli olmaz. yaxşı, ay. Kələ! Bu maşın kimin maşınıdır? Boss'un. Onda mən elə maşına boss eləyim də. Yox, bir dəqiqə saxlamasan mən burada hamısını saat işimi görəcəm. Söz. Kulaq aç güzel. Senin bu şen günün gelmesin, senin bu güzel saçlarını kesip özüme panik edeceğim. Məsləhətdir, məsləhət. Gəl şəkillər. Day 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 day. Necəsən? Çok güzel. Bravo uşaqlar, bravo. Əsər sizə. Halaldır. Mən sizə inanırım. Ay, ehtiras ver mənə. Ay, oy, uy. Mən belə başa düşdüm ki, siz artıq şəkillərə baxmısınız. Day, bəs biz hardan biləydik ki, şəkillər sənindir? Açmalıydıq da. Aydındır. Aydındır. Bax bununla siz ən böyük səhvə imza atmışsınız. Hə. Bu da son. Hər həfzə bir arzu. Hə. Now when I was a little boy, at the age of 5, I had something in my pocket. Keeps alive, folks alive. Now I'm a man of 21. Gələ! Ay gələ! Oh no, baby. Saat işimi görəcəm. We can have a lot of fun. I'm a man. Narahat olma. Dadaş müəllim hələ ölməyib. Nə problem? 6 sekund oradayam. Yaxşı uşaqlar, mənə bağışlayın. Mən getməliyəm. All you pretty women. Nə olub Ciman? Nə qışqırırsan? Ayıldın deyəsən. Mən ölmüşəm. Əli, ölmüsən. Hal-hazırda doğru dünyaya sərhədi keçirsən. Mənim pasportum yoxdur axı. Nə pasport ay Ciman? Bir özünə güzgüdə baxmısan. Siz məni bağışladınız? Başa düşmədim. Biz benim küsmüşdük ki. Ciman, nə danışırsan sən? Biz küsmüşdük be. Bəs Tony'nin atası, Nə Tony'nin atası? bağlı ailə. Nə bağla ailə? İşdirsən mən Ciman ilə məni təklikdə qoy, mən də gəlim. Mara, Hayır. yadda saxla. Farik, səni doğrudan da çox istəyir. Mənə inana bilərsən. Mən onu bilirəm. Onda sən də ona denən ki, mən də onu çox istəyirəm. Yaxşı? Davay. Özünə yaxşı bax. Ciman, nə olub? Nə danışırsan? Mənim siz küsməmişdiniz? Niyə küsməliydik ki biz?
Bağdakı qızlar, yadıma gəlmir. Nə qızlar? Dəli olmusan Cima? Mən heç nə başa düşmürəm. Necə başa düşmürsən? Yadından çıxıb Cima. Biz səninlə ikimiz ayaq yolunda çəkirdik. İki üstü mən atdım, iki üstü də sən. Yıxıldın başın değdi divara. Və durdum ayağa. Harry, buralarda oldurdun ayağa. Ne de sönmüsən sən indi ayılmısan. Bəs mənə güllə ilə vurdu axı Toyun atası. Güllə ilə? Sən nə danışsan? Sən başın doğrudan da bərk deyib Cima. Belə çıxır ki, bu hamısı mən yuxuda görmüşəm. Nə görmüsən yuxuda? Sən bilməsən yaxçıdır. Elə bir Amerikan kinosundaydım. Hamısı da iki tüstüyə görə. Mən axı sənə deyirdim, gəl çəkməyək. Hər dəfə çəkəndə bizim başımıza cürəbəcür oyunlar gəlir. Düz deyirsən. Mən bir də qələt eləyərəm, nəsə çəkərəm. Heç inanmağım gəlmir də sənə Cima. Heç. İnana bilərsən. Mən səninlə razılaşıram. Sən düz deyirdin. Narkotik heç kimin axırını yaxşı gətirməyib. Məncə çəkməklə və yaxud da başqa işlərlə axırımız yaxşı olmayacaq. Stop. Bəsdir. Olar dediklər, video çəkəyim. Lazımdır. Sənin başımı tez-tez deyəsən divara vurmaq lazımdır, ağlın gəlsin. Bura vardı o. İnansan, ən çox yuxuda sənin nəyə həsəbləşirəm? Bir dənə qızı sevdim. Qızı da itirdim. Sən sevdiyin qızı ola bilməz. Səni bir yuxuda vurulmusan da, toyzad oldu ya axırda. Toy olmadı. Axırda Tony'nin papası güllə ilə vurmaq istəyirdi onu. Mən də sinəmlə qabağını kəsdim. Yox əşi, sən Amerikan kinosu görməmsən. Sən əsl Hind kinosundakı qəhrəmanlar kimi oynamısan. Qəhrəman. Mən sənə söz verirəm ki, mən bir də çəkməyəcəm. Papi! Yox. Görək də sözümün üstündə dura biləcəksən ya yox. Mən gedim, sən də özündən müğayət ol. Bir şey lazım olsa zəng elə. Sağ ol Faik. Sağ ol. Yaxşı yadıma düşdü. Burada bir dənə qəşəng həkim var. Əsl səni xoşladığın qızlardandır. Gör nə inirsən. Sağ ol Faik. Sağ ol. Sabah gələcəm. Sağ ol. Sweet in the morning. Oh Lord, it's sweet in the morning. İndi növbə sənindir. Sen mekim dedik. Sağ mekin. Bir şey var. Qaraj, bu şey başqa şey ya. Bobby. Bura bakır. Her gün yeni şey, eynidir her şey. Bakır. Akşamüstü gel şehirde görüşey. Her gün yeni şey, eynidir her şey. Bakır. İmkan vermir bizde değişey. Bura bakır. Bura bakır. Bura bakır. Bura bakır. Açıldı səhər, mən ayağa durdum bir dəhər. Cibdə 5-10 manat qalıb bəlkə bugünün məbəsində. Dəyişilməzdi bu əkidə, necə gəlibdi elə də gedə. Sifətdən yağır zəhər, əsəbdə yenə getir hədər. Bu şəhər oyunduza zər ataq, rəng qataq. Dur həyatını reysə sal, raqqatak, şaqqatak. Hər şeyi var öz adı, rüşvət deyil şapqadır. Şap elə bilir şuptadır, şup elə bilir şaptadır. Şap elə bilir şuptadır, şup elə bilir şaptadır. Nə şaptadır, nə şupta, yaman taraf durubda. Şap elə bilir şuptadır, şup elə bilir şaptadır. Nə şaptadır, nə şupta, yaman taraf durubda. Bobby. Bura bakır. Her gün yeni şey, eynidir her şey. Bakır. Akşamüstü gel şehirde görüşey. Her gün yeni şey, eynidir her şey. Bakır. İmkan vermir bizde değişey.